2026-cı ilin martında Azərbaycanda rəsmi bayramlar və istirahət günləri ilə əlaqədar 13 qeyri-iş günü nəzərdə tutulur. Bölgə TV xəbər verir ki, martın 8-i Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən 9 martda qeyri-iş günü hesab olunacaq. Bundan əlavə, Novruz bayramı və Ramazan bayramı ilə əlaqədar mart ayında uzun müddətli istirahət günləri olacaq. Əmək Məcəlləsinin tələblərinə əsasən bayram günlərinin şənbə və bazar günlərinə təsadüf etməsi ilə əlaqədar əlavə istirahət günləri də müəyyən edilib. Belə ki, 20, 21, 22, 23 və 24 mart Novruz bayramı günləri kimi qeyri-iş günü hesab olunur. 21 və 22 mart tarixləri müvafiq olaraq şənbə və bazar günə təsadüf etdiyindən 25 və 26 mart tarixləri də qeyri-iş günü hesab olunacaq. Ramazan bayramının 20 və 21 mart tarixlərində Novruz günləri ilə üst-üstə düşməsi nəticəsində 27 və 30 mart tarixləri də qeyri-iş günü sayılacaq. 28 və 29 mart tarixləri də müvafiq olaraq həftənin şənbə və bazar gününə təsadüf edəcək. Nəticədə 25, 26, 27 və 30 mart tarixləri də qeyri-iş günü olacaq. Beləliklə 20 martdan 30 martadək hər iki gün daxil olmaqla ölkədə ardıcıl 11 gün qeyri-iş günü olacaq. Ümumilikdə isə 2026-cı ilin martında 13 qeyri-iş günü qeydə alınacaq. Rəna Rövşənqızı, Bölgə TV.